Salam əziz xanımlar. Bugünkü şirniyyatımız çox asan, rahat başa gələn mürəbbəli bir keksdir. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 1 stəkan mürəbbə əlavə eləyirəm. Deməli bizim burada mürəbbəmiz vişnə mürəbbəsidir. İstənilən mürəbbədən istifadə etmək olar. Deməli mürəbbənin həm dənələri, həm də suyu istifadə olunur. Bizim burada stəkanın ölçüsü, deməli 200 qramlıq xrustal stəkan ki var, ondan biraz həzmi böyükdür. Yəni xrustal stəkandan eləsəniz 200 qramlıq xrustal stəkandan söhbət gedir. Bir stəkan, bir də yarım stəkandan biraz az varinya, mürəbbə. Üzərinə 1 çay qaşığı soda əlavə edib qarışdırıram. Və qarışdırdıqca, dəyərli xanımlar, görürsünüz ki, mürəbbənin rəngi tündləşir. Yəni, heç bir qorxusu yoxdur, yəni heç bir narahatçılığa, heç bir səbəb yoxdur. Daha sonra 2 ədəd yumurtanı ayrı bir qabda, deməli yumurtada ağlı sarılı bütöv şəkildə çalıram. Mürəbbənin üzərinə əlavə eləyirəm. Yaxşı-yaxşı qarışdırıram ki, deməli yumurta mürəbbəyə tam qarışsın. Burada mikserdən istifadə eləməyə heç bir ehtiyac yoxdur. Deməli, bütünlükdə bu keksi elə əllə qarışdırıb hazırlamaq olur. Daha sonra üzərinə 2 stəkan un əlavə eləyirəm. Deməli, çəki ilə desək 250 qram un istifadə eləyirəm və biraz da dada görə çox az miqdarda duz. Bunları da qarışdırıram yaxşı-yaxşı tam qarışandan sonra sonda üzərinə 70 qram kərə yağı, deməli mikrosobada əritmişəm, yəni dağ eləməmişəm yağı, kərə yağıdır, əritmişəm, deməli elə südü qarışıq yağı, 70 qram yağı əlavə edirəm xəmirin üzərinə və bunu da qarışdırıram, yağ tam xəmirlə həll olana qədər qarışdırıram. Hansı qabda ki bişirəcəm, həmən qabı da əvvəlcədən yağlamışam. Deməli, istər bu qabda, istər kərpic formasında keks qablar var, fərqi yoxdur. Hansı qabda istəsəniz hazırlaya bilərsiniz. Hazır xəmiri qaba əlavə eləyirəm və əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada bişirirəm. Burada görürsünüz, xəmirin rəngi tündür. Yəni, demək olar, çox tündləşib xəmirin rəngi, heç problemi yoxdur. Bişdikcə, deməli, bu qara rəngdən heç bir əsər əlamət qalmayacaq. Elə rəngi kakaolu, şokoladlı biskvit rəngində olacaq. Bizim burada keksimiz 45 dəqiqəyə hazır oldu. Təbii ki, sobadan sobaya fərq var. Hər kəsən öz sobasının dilini bilir. 40 dəqiqə, 45 dəqiqəyə hazır olur bu keks. Hazır olduqdan sonra deməli bu formada çevirirəm, bir qaba yerləşdirirəm və soymasını gözləyirəm ki, üzərinə şəkər pudrası səpəcəm. Çox gözəl, yumuşaq keks alınıb. Dəyərli xanımlar, deməli siz diqqət elədinizsə, mən bu xəmirə vanil qatmadım. Yəni ehtiyac da yoxdur qatmağa. Təbii ki, kim istəsə vanil də əlavə eləyə bilər. Lakin burada kərə yağı ilə bu mürəbbənin ətri bir-birini o qədər tamamlayır ki, sobada bişdikcə bu keksi çox möhtəşəm gəlirdi həqiqətən. Soyuduqdan sonra keksin üzərini şəkər pudrası ilə bəzəyirəm. Burada da istəyə bağlıdır, istəsəniz şokoladla da, glazurla da bəzəyə bilərsiniz. Mən şəkər pudrası ilə bəzəyirəm və soyuduqdan sonra şəkər pudrasını əlavə edirəm. Yəni isti-isti əlavə eləsəm, deməli keksin buxarı, istisi şəkər pudrasını nəmləndirər. Və kəsib sizə də göstərirəm keksin iç görkəmini, yəni heç bir tünd rəngdən əsər əlamət qalmayıb. Sadəcə burada keksin rəngi kakaolu, şokoladlı keks rəngindədir. Bişəndən sonra bu rəngdə olur. Dəyərli xanımlar, yəni bunu hazırlamağa dəyər həqiqətən. Burada artıq bir deməli ərzaqa ehtiyac yoxdur. Evdə olan hər hansı bir mürəbbədən çox rahat şəkildə bu keksi hazırlamaq olar. İnşallah hazırlasanız bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkürlər.